P olan eşit bölməli özdeş və türdeş çubuqlar F1, F2 qüvvələri ilə tarazlaşıbdır. Məndən onların nisbətini soruşur. Gəlin baxaq. Deməli, ağırlıqları var. Yəni, hər birinin ağırlığı P-dir. Mərkəzdən aşağı ağırlıqları göstərək. P, bu da P. Dayaq nöqtəsinə görə gəlin momentləri yazaq. P vurulsun 1 bərabərdir. 3 vurulsun F1. Buradan F1'imi tapıram, nə edir? P bölünsün 3 edir. Gəlin digər üçün yazaq. Deməli, olacaq P vurulsun 2 bərabərdir 3 F2'yə. Buradan F2'ni tapırıq. Olur 2P bölünsün 3. İndi məndən bunların nisbətini soruşur. F1 bölünsün F2 nisbətini soruşur. Gəlin yazaq. Deməli, P bölünsün 3. F2'də 2P bölünsün 3'dür. 2P 3'də qalxır yuxarı. 3'lər ixtisar gedir, P'lər ixtisar gedir. Nə qalır? Qalır 2'də 1. Cavab olur A variantı. İndi baxaq ikinci məsələmizə. Ağırlığı önəmsənməyən eşit bölməli çubuq 3 fərqli şəkildə tarazlıqdadır. T1, T2, T3, yəni gəlimlər arasındakı münasibəti məndən soruşur. Gəlin baxaq. Bax, bunun ağırlığını yazaq bir P2, bunun da ağırlığı P'dir də aşağıya doğru. Gəlin baxın, dayaq nöqtəsini qoyaq bu ipin altına. Momentlər şərtin gəlin yazaq. Tarazlıq şərtin yazaq. Yazacaq. Px vurulsun 3 bərabərdir P'yə. Bunda Px nəyə bərabərdir? P bölünsün 3'ə. Düzdürmü? Aha. Deməli, Px'in ağırlığı P'dən 3 dəfə kiçikdir. Px'dən 3 dəfə kiçikdir. Onda, baxın, bax bu T gərilmə aşağıya təsir edən ağırlıqların qüvvələrin cəminə bərabər olur da. Deməli, Px'in P bölü 3'dür. Bir də burada bir P var. Onda T P bölü 3 ilə P'nin cəminə bərabər olacaq. Yəni 3'də 4 P'yə. Aha, indi gəlin baxaq ikinciyə. Yenə ipin altına gətirdim. Bunun da ağırlığı P'dir. Onda yazaq P vurulsun 2 bərabərdir PY vurulsun 1'ə. Burada PY tapdıq ki, nəyə bərabərdir? PY-imiz 2P'yə bərabərdir. Deməli, aşağıya doğru bir 2P var, bir də P var. Dayağı buradan götürək. Aha, onda ipdəki gərilmə nə olacaq? Bax, bu gərilmə. 2P P'nin cəmi. 2P ilə P'nin cəmi də olacaq 3P. Gəlin baxaq. Şəkil 3'ə. Aşağıya doğru bir PZ-im var. Bir də bir P var. Tarazlıq şərtini yazaq. Baxın, ipin altına qoydum dayağı. Olacaq PZ bərabərdir P'yə. Yəni, PZ-in də ağırlığı olacaq nə qədər? P. Onda T3 nəyə bərabərdir? Bu ikisinin cəminə. Yəni, 2P'yə bərabər olacaq. İndi baxaq. T1'imiz 3'də 4 P'dir. Yəni, belə yazsaq 1 tam 3'də 1 P'dir. T2'im 3P'dir. T3'üm də 2P'dir. Hansı böyükdür? T2 böyükdür T3'dən. O da böyükdür T1'dən. Bu da harada verilib? C variantında verilib. Cavab olur C. İndi baxaq 3'ə. Ağırlığı önəmsənməyən eşit bölməli çubuq şəkildəki kimi tarazlıqdadır. X və Z cisimlərinin ağırlıqları nisbəti məndən soruşur. Gəlin ipin altına dayağımızı qoyduq. Aşağı istiqamətdə bir Px ağırlığı var, digərinin Py ağırlığı var. Px sadə əqrəbinin əksi, Py sadə əqrəb istiqamətdə fırladır. Bunların momentlərini bərabərləşdirək. Olacaq 2Px bərabərdir Py-ə. Yəni Px Py-in nə idi? Yarısına bərabərdir. Onda belə eləyək, sadəyi üçün. Bax, Px Py-in yarısıdırsa, onda gəlin Py-ə elə 2P deyək, rahatlıq üçün. Px-ə də bir P deyək, gördünüz? X, Y-dən 2 dəfə az oldu. İndi gələk burada yazaq bir 2P. İndi dayağı qoyaq ipin altına. Momentlər şərtimizi yazaq. 2P vurulsun 3 bərabərdir PZ-ə. Bunda PZ nəyə bərabər olur? 6P'yə. PZ oldu 6P'yə. İndi məndən Px bölünsün PZ nisbətini soruşur. Px'im nədir? Px'im P'dir. PZ'im də 6P'dir. Bunda bunlar ixtisar gedir. Nə qalır? 6'da 1 qalır. Cavab olur B variantı. Ağırlığı önəmsənməyən eşit bölməli çubuqlar şəkildəki kimi tarazlıqdadır. Buna görə C ağırlığı P ağırlığının neçə qatıdır? Aha, ağırlıq önəmsənmir. Heç bir çubuğun ağırlığı yoxdur. Burada aşağıya doğru nə var? Bir T gərilməsi var. Dayağı gətirib bax bu ipin altına qoyaq.
T neyinir? Sadə əqrəbin əksi istiqamətdə, P sadə əqrəb istiqamətdə fırladır. Momentlər şərtini yazaq. P vurulsun 1 bərabərdir T vurulsun 3. Düzdürmü? Onda T nəyə bərabərdir? P bölünsün 3-ə. Deməli, aşağıya doğru bir P'miz var. Bir də P bölünsün 3'ümüz var. Onda bax, bu ipdəki gərilmə nə olacaq? İkisinin cəmi. Yəni, olacaq 3'də 4. Bura olacaq 3'də 4 P. İndi gələk, baxaq, görək ki, P'nin neçə qatıdır da. Dayağı getdik, qoyduq yenə bu ipin altına. İndi yazaq. 3'də 4 P, 1, 2, 3. 3 dama uzaqdadır. Bərabər olur C vurulsun 1'ə. 3'lər ixtisar gedir, qalır 4P bərabərdir C'yə. Onda C, P'nin neçə qatıdır? 4 qatıdır. Cavab olur D variantı. Ağırlığı P olan özdeş və türdeş çubuqlar 3 fərqli şəkildə asılıb. Hər birinin ağırlığı P'dir. Bu şəkillər silim. Yəni, ağırlıqları tez göstərək. Aşağıya doğru bir P ağırlığımız var. Aşağıya doğru bir P və P ağırlıqlarımız var. Aha. Buna görə hansı şəkillərdə çubuqlar sərbəst buraxanda şəkildəki kimi dəngədə qalamaz. Yəni, tarazlıqda qalmasın. Bunun üçün neyniyək? Baxın, buradakı bir T gərilməmiz var. Buradakı da T gərilmədir, amma proyeksiya ayırmalıyıq. Ayıraq proyeksiya. Bura alfadsa, burada alfadır. Onda bura olacaq T kosinus alfa. Elə TX yazaq gəlin, en rahatı. Bura bir TX yazaq. Bura nə yazaq? TY yazaq. İndi baxaq. Birinci irəliləmə hərəkəti üçün baxaq. Baxın, yuxarıya təsir edən qüvvələrin cəmi aşağıya təsir edənlərə bərabərdir. Yuxarıya təsir edir bir dənə T və TY. Aşağıya bir dənə P'dir. Hə, bunlar tarazlaşdı. Amma bir dənə də sağa istiqamətdə TX var. Onda cisim neyniyəcək? Çubuq neyniyəcək? Bax, A təcili ilə sağa doğru hərəkət eləyəcək. Yəni, bu cisim nə olur? Tarazlıqda qalmır. İndi baxaq 2-yə. 2-yə baxaq. Burada da bir T gərilməsi yaranır. Düzdürmü? Baxın, burada da bir T gərilməsi var. İndi gələk bunları proyeksiya ayıraq. Dəmini silim. Yuxarıya doğru olacaq TY. Bura alfa olduğundan bura alfa olacaq. Bura olacaq TX. Gəlin baxaq. Yuxarıya doğru təsir edənlər TY ilə TY P'yə bərabərdir. Bax, yuxarıya təsir edən bir TY-dir, aşağıya təsir edən bir P'dir. Bu da TY P'yə bərabərdir. Bir də sola TX var, sağa T var. TX də T-ni tarazlaşdırdı. Aha. Bu irəliləmə hərəkətinə görə idi. İndi gəlin fırlanma hərəkətinə görə baxaq. Bunun üçün də moment almalıyam. Gətirim dayağı hara qoyum? Deməli, burada bir P ağırlığı var, düzdürmü? Onda nə edə bilərik? Yine proyeksiyaları yazaq. Bura TX olacaq, bura TY olacaq, düzdürmü? Moment alsaq. Məsələn, baxın, bax, bura. Bax, bunun altına. Bax, bura qoyanda nə olur? Bax, bura qoyanda nə olur? Bax, bu ipdəki T gərilmə avtomatik nəyə gedir? Sıfıra gedir. Buradakı gərilmə də, baxın, bu dayaqdan keçdiyinə görə uzantısı, bu da gedir sıfıra. Onda aşağıya doğru bir dənə P ağırlığı qalır. Deməli, cisim neyinir? Aşağıya doğru hərəkət edir. Onda dəngədə qalmış. Biz irəliləmə hərəkəti üçün də baxırıq. Yəni, yuxarıya təsir edən qüvvələr aşağıya təsir edənlərə bərabər olmalıdır. Bir də moment tapırıq ki, fırladıcı təsirinə baxırıq da. Və fırlanma hərəkətinə, hər ikisi üçün baxaq. Bir də aşağıya doğru indi 3-ə baxaq. Burada bir T gərilmə var, burada da bir T gərilmə var. Gəlin, buna bir T1 deyək, buna bir T2 deyək. Düzdürmü? Yuxarıya təsir edən T2-dir, aşağıya təsir edən T1 plus P-dir. İrəliləmə hərəkəti ödəndi. İndi gəlin. Nə eləyək? İndi fırladıcı təsirinə baxaq. Burada dayaq nöqtəsi seçməliyəm də mən özümdən, düzdürmü? Haran seçim dayağı? Dayağı gəlin seçək. Baxın, elə bax burada. Və yaxud da burada da seçə bilərəm. Onda bax, bu ipdəki gərilmə avtomatik getdi işinə. Aşağıya doğru bir P ağırlığım var. Burada da bir T gərilməm var. İndi moment tapsaq, P vurulsun 1 bərabər olur T vurulsun 2-yə. Onda görürsünüz, hər iki tərəf bərabər olmadı. T nəyə bərabər oldu? P-nin yarısına.
Bir də P dayaq ətrafında, dayağın əksi, sadə əqrəbin əksi istiqamətdə, T də sadə əqrəbin əksi istiqamətdə fırladır. Sadə əqrəb istiqamətdə fırladıcı təsir yoxdur. Cisim elə sadə əqrəb istiqamətdə, sadə əqrəbin əksi istiqamətdə fırlanacaq. Yəni sadə əqrəb istiqamətdə yoxdur. Ancaq sadə əqrəbin əksi istiqamətdə belə fırlanacaq, yenə tarazlıqda qalmayacaq. Ona görə üçü də tarazlıqda qalmış. Düzgün türdeş çubuq şəkillər kimi iplərlə asılanda iplərdəki gəlmə qüvvələrinin qiyməti T1, T2 olur. P ağırlıqlı cisim ox istiqamətdə hərəkət eləyəndə T1, T2 necə olacaq? Burada bir T1 gəlməsi var, burada bir T2 gəlməsi var. Bu məsafəyə, bax P ilə T2-nin arasındakı məsafəyə bir x deyim, bu digər məsafəyə bir L deyim. Gəlin tarazlıq şərtini yazaq. Necə yazaq? Tarazlıq şərtini yazanda gətirək dayağı qoyaq T1-in altına. Bax T1-in altına qoyaq. T1-dəki gərilmə avtomatik getdi. Bunda yazırıq P vurulsun. Bax bu məsafəyə bir x demişdim. P vur x bərabərdir T2 vurulsun L-ə. Mən bu cismin P ağırlığını dəyişmirəm. L məsafəsində dəyişmirəm. Onda P ağırlıqlı cisim ox istiqamətdə hərəkət eləyəndə, bax bu istiqamətdə hərəkət eləyəndə dayaqdan olan məsafə artır da, yəni x artır. X artdığına görə nə olacaq? T2 gəlməsi də artacaq. Düzdürmü? İndi gətirək bu dayağı buradan götürək. Yəni nə oldu? T2 artdı. İndi görək T1-in başına nə gələcək? Baxın. Yuxarıya doğru bir P, T1, aşağıya doğru bir P, bir də burada bir T2 var. T1 nəyə bərabərdir? Yəni yuxarıya təsir edən qüvvələr aşağıya təsir edənlərin cəminə bərabər olmalıdır. Onda T1 P ilə T2-nin cəminə bərabər olmalıdır. Mən cismin ağırlığını dəyişmirəm. Yəni P-ni dəyişmirəm. T2 artırsa onda nə olacaq? T1 də artacaq. Artar cavab olur B variantı. Ağırlığı önəmsənməyən eşit bölməli çubuq şəkildəki kimi tarazlıqdadır. Buna görə X və Z cisimlərin ağırlıqlarının nisbətini məndən soruşur. Gəlin dayağı götürək bu ipin altında. Tarazlıq şərtini yazaq. X və Y sadə əqrəbin əksi, Z sadə əqrəb istiqamətdə fırladır. Onda olacaq 3 vurulsun PX, üstə gələr PY, bərabərdir 2 PZ-ə. İndi məndən PX böl PZ soruşur. Hər tərəfi Z-ə bölüm. 3 PX bölünsün PZ, üstə gələr PY bölünsün PZ, nəyə bərabərdir? 2-yə. Onda 3 PX bölünsün PZ, bərabərdir 2 çıxılsın PY bölünsün PX-ə. PZ-də daha doğrusu. Onda PX bölünsün PZ nəyə bərabər olur? 2 çıxılsın PY bölünsün PZ, o da bölünsün 3-ə. Deməli, mənim PX böl PZ-im bu ifadəyə bərabərdir. Deməli, minimum 3-də 2 olmalıdır. Yəni 3-də 2-dən artıq ola bilməz. Çünki baxın, məxrəcdə 3 var, yuxarıda 2 çıxılsın PY böl PZ var. Yəni 3-də 2-dən böyük ola bilməz. Heç 3-də 2 də ola bilməz. Çünki 3-də 2 bax PX böl PZ-in müəyyən bir qiyməti var. Onda 2-ni 3-ə böləndə təxminən nə qədər eləyir? 0 tam. Onda 6 kimi bir şey eləməlidir. 6 gedir. Onda 0,6 qəbul edək. Bu 0,6-dan artıq ola bilməz. Az ola bilər, amma artıq ola bilməz. Çünki yuxarıda PY böl PZ var. Baxaq. Bu 0,4-də 1 0,125-dir. Ola bilər. 3-də 1 deməli 0,3 belə gedir də. 0,6-dan kiçikdir. Bu da ola bilər. Deməli 0,4 bu da ola bilər. 0,5 bu da ola bilər. Amma bu 0,75 eləyir. Bizə dedik 0,6-dan kiçik olmalıdır. 0,6 da ola bilməz. 0,6-dan kiçik olmalıdır. Çox ola bilməz. Ona görə cavab olur 3-də 4 Y variantı. O nöqtəsi ətrafında dönə bilən homogen, yəni bir cins eşit bölməli çubuğun ağırlığı 6P-dir. Çubuğun tarazlıqda çubuq tarazlıqda olduğuna görə ipdəki gərilmə qüvvəsini məndən soruşur. Baxın, gərilmə qüvvəsini gəlin yazın. Burada bir gərilmə var. Düzdürmü? Bir də homogen çubuqda ağırlığı da 6P-dir. Onda tam mərkəzdən aşağı bir dənə 6P-si var. Gəlin dayağı gətirək qoyaq bax bu O'ya. Bu O'ya görə gəlin tarazlıq şərtini yazaq. Onda dayaqdan baxın bu 6P-nin uzantısına bir perpendikulyar çəkim. Bura 37-dirsə, deməli baxın, burada olacaq 37 dərəcə. Bura 90, bura isə 53 dərəcədir. Burada 53 dərəcədir. Bunda bax, bura neçə olacaq? Bax, bura kosinusdur da. Bax, bura nədir? Kosinus olacaq. Olacaq kosinus 37 dərəcə. Kosinus 37 dərəcə nəyə bərabərdir? Bax, bu məsafəyə 1D desək, D bölünsün. Daha doğrusu, bu məsafəyə yox.
Bax, bu məsafə D-dirsə, onda D-ni tapanda nə edirik? Kosinus 37 dərəcə bərabər olur. D bölünsün 1, 2. Onda D nə olur? 2 kosinus 37 dərəcə. Bax, bu məsafəmi tapdım. 2 kosinus 37 dərəcə. Düzdürmü? İndi T-yə baxaq. T-ni uzatdıq. O-dan məsafəsi bax budur. Bax, bu uzaqlığı tapsam, T-nin də qolunu tapacam. Bu da nəyə bərabərdir? Bax, 37, bura olur 53. Burada 90'dır. Onda T'nin deməli, onda bu olacaq sinus 37 dərəcə. Olacaq sinus 37 dərəcə. Nəyə bərabərdir? D bölünsün 1, 2, 3, 4. Bölünsün 4. Onda D nəyə bərabər olur? 4 sinus 37 dərəcəyə. İndi gətirək tarazlıq şərtini yazaq. Yazaq. 6P vurulsun. 2 kosinus 37 dərəcə. Kosinus 37-də də alır 0,8. 2-yə də vuranda olur 1,6. Düzdürmü? Onda 6P vurulsun 1,6D bərabərdir. T vurulsun. Sinus 37-də də alır 0,6. 4-ə də vuranda 2,4. Onda buradan T'ni tapırıq. Nə qədər eləyir? 4P'dir. Cavab olur Y variantı. Test ətrafında sərbəstcə dönə bilən ağırlığı önəmsiz, ağırlıq nəzərə alınmır. Eşit bölmə çubuq şəkillər kimi tarazlıqdadır. Buna görə deməli ipək gəlmə qüvvəsinin böyüklüyü. Baxın, burada bir T gərilmə yaranır. Burada da aşağıya doğru bir 5P var. Bu 5P'ni gəlin qolunu tapaq. Bax, bu qolu. Aha. Bura 37-dirsə, bura olacaq 53 dərəcə, bura olacaq 90 dərəcə. Deməli, onda bura neçə olacaq? Bura olacaq D bərabərdir 1, 2, 3, 4, 5. 5 sinus 37 dərəcə olacaq da. 37-nin qarşısındakıdır. Onda olacaq sinus. T də dayaqdan nə qədər məsafədədir? 1, 2, 3, 4 dama. Onda T vurulsun 4 nəyə bərabərdir? 5P vurulsun 5 sinus 37 dərəcə. Onda 4T bərabərdir 25P vurulsun. Sinus 37-də də alır 0,6. Onda T'ni tapanda nə edirəm? 25P vurulsun 0,6 bölünsün 4. Bu da mənə nəyi verir? 4-də 15P'ni. Cavab olur C variantı. 11'ə baxaq. Eşit bölməli kəndi içlərində homogen çubuqlar şəkillər kimi düşey iplərlə dəngələnmişdir. Sürtmələri önəmsəmədiyinə görə çubuqların ağırlıqları arasındakı hansı münasibət var? Yenə homogen olduqlarına görə tam mərkəzdən aşağı bir ağırlıqları var. Yəni yazaq. Bir P ağırlığı var. Tam mərkəzdən aşağı bir P ağırlığı var. Bir de P ağırlığı var. Bir de bu ipdə bir nə var? Gərilmə var. Baxın, gərilmə ilə əgər ağırlıq bir-birinə paraleldirsə, onda bucağı nəzərə almaya bilərik. Dayağı da gətirək qoyaq bax bura, bir O dayağı. Aha. Gəlin yazaq bu dayağa görə. P vurulsun 1, 2 bərabərdir T vurulsun 4'ə. Onda P nəyə bərabər olur? 4T bölünsün 2-dən 2T'yə. Bura bir P1 yazaq, gəlin P1. Bura 2, bura 3. Bax, onda P1 nəyə bərabər oldu? 2T'yə. Eyni ipdə eyni gərilmə olduğundan bax, yazıram burada da T. Burada da T ilə P2 bir-birinə paraleldir. Ona görə bucağı nəzərə almıram. Yazıram T vurulsun 3 bərabərdir. P2 vurulsun 1,5. Onda P2'ni tapanda nə olur? 3T bölünsün 1,5. Cavab nə olur? 2T olur. Bu da 2T oldu. Gələk dayağı buradan silək. Onda P2 2T-dirsə, deməli aşağıya təsir edən qüvvələrin cəmi yuxarıya təsir edənlərə bərabər olmalıdır. Deməli 2T-dirsə, burada bir T varsa, onda burada 2 T-dir. Ki cəmi aşağıda 2T-ni verib. Yəni eyni ipdə eyni gərilmə olduğundan burada da bir T var. İndi dayağa görə momentini tapacağıq. Yenə T ilə P3 paralel olduğundan bucaq nəzərə alınmır. Yazıram T vurulsun 4 bərabərdir P3 vurulsun 1'ə. P3'ü də tapıram nə olur? Olur 4T. Daha doğrusu 1, 2, 3 dama məsafədədir. Bura 3 olacaq.
3T olacaq. Deməli, P3 hamısından böyükdür. Çünki 3T-yə bərabərdir. Onda P3 böyükdür, P1 ilə P2 bərabərdir. Cavab olur C variantı. Düzgün türdeş bir çubuq şəkildəki kimi tarazlıqdadır. Buna görə iptəki gəlmə qüvvəsinin hansılardan asılıdır? Baxın, aşağıya doğru bir P ağırlığı var. Yenə T ilə P, görürsünüz, paraleldir. Ona görə bucağı nəzərə almayacağım. Ağırlıq da tam mərkəzdən bölür də. Çubuğun ağırlığı 2L olsa, tam mərkəzdən böldüyünə görə, bax, burada L düşəcək, burada L düşəcək. Onda tarazlıq şərtini yazaq. P vurulsun, L bərabərdir, T vurulsun, 2L. L'lər ixtisar gedir, onda T nəyə bərabər olur? P bölünsün 2-yə. Yəni, T ağırlığın yarısıdır. Onda deyir ki, bax, bu T gərilmə nədən asılıdır? P-dən, çubuğun ağırlığından asılıdır. Çubuq boyundan yox, ixtisar getdi, asılı olmur. Alfa bucağından da asılı olmur. Çünki dedik, T ilə P paralel olanda bucağı nəzərə almırıq. Onda ancaq 1 olur, cavab olur A variantı. Aha, 13-ə baxaq. Şəkildəki düşey divar sürtünməsiz yatay düzləm sürtünməlidir. Baxın, bu hissə sürtünməsizdir, amma bax, bu aşağı hissə sürtünməlidir. Ağırlığı P olan türdeş çubuq, aşağıya doğru A, P ağırlığı var. Şəkildəki kimi dəngədə olduğuna görə yatay düzləmdəki sürtünmə qüvvəsi. Baxın, bu çubuq aşağıya doğru, baxın, belə eləyir də, buradan belə sürüşüb düşür yerə. Aşağıya doğru sürüşürsə, onda əksi istiqamətdə bir F sürtünmə yaranacaq. İndi gəlin reaksiyaları yazaq. Bura yazaq bir N2, bura yazaq nə? Bir N1 yazaq da gəlin. N1 yazaq. Onda Onda baxın, üfüqi səthdə bir F sürtünmə var. Bir də N2 var. Onda N2 nəyə bərabərdir? F sürtünməyə bərabərdir. Üfüqdədir bu. Üfüqi. Üfüqi səthdə. Şaquli səthdə isə P və N2 var. P və N1 var daha doğrusu. Şaquli səthdə. Aha. İndi dayağı gətirək. Qoyaq baxın bura. Dayağı mən gətirib bura qoysam, avtomatik nə olur? Mənim N1-im də 0-a gedəcək. Avtomatik sürtünməm də 0-a gedəcək. Mənə daha yaxşı. 2 dənə məhsulum getdi işinə. Mənim məsələm daha asan olacaq. Bura bir dayaq qoydum. İndi gəlin yazaq. Deməli. Gəlin birinci bax bu P-nin dayaqdan məsafəsinə baxaq. Tam mərkəzdən aşağı P-dir. Uzadaq, uzadaq, uzadaq. Onda bura nə olacaq? Baxın. Onda bura olacaq. Kosinus 53 dərəcə. Yəni L, kosinus, bura L-dir, burada L-dir də. Onda, bax, bu məsafə nə olacaq? L, kosinus 53 dərəcə. Onda yazaq, P vurulsun. L, kosinus 53-də alır 0,6 bərabərdir. İndi N2-nin məsafəsinə baxsaq, dayaqdan məsafəsi, bax, bu məsafədə. Onun da məsafəsi budur. Onda, bura nə olacaq? Bura olacaq sinus 53 dərəcə. Olacaq N2 vurulsun. 2L sinus 53 dərəcə. Düzdürmü? Onda mən buradan N2-mi taparam. N2 nə olacaq? L'ləri ixtisar aparsam 0,6 P bölünsün. Sinus 53-də alır 0,8. 2 vur 0,8-dən vergüllər getdi. Deməli, olur 8-də 3 P. Cavab oldu B variantı. Baxın, bax bura, bu N2. N2-nin qolu. Sanki bax bunu düz bucaqlı bucaq kimi düşünün, bax belə. Bax bu N2-nin qolu sinus olur, sinus 53 dərəcə olur. Çünki bucağın qarşısındakıdır. Amma P-nin qolu isə, bax budur. O da bucağa bitişikdir. Ona görə L-in qolu kosinus 53 olur. Deməli, N2-nin qolu sinus olur.